Cəbhəsi dövründə də yenə də mən cəbhəçi deyildim. Ona görə məsələn cəbhə mənə hətta vəzifə təklif edəndə Elçibəy mənə vəzifə təklif etdi, nadir vəzifə. Amma siz Elçibəylə bir yerdə oxumuşdunuz. Oxumaq öz yerində. Amma bir var ki, hakimiyyətə Elçibəy gəlməmişdi. Hakimiyyətə komanda gəlmişdi. İsa Qəmbər gəlmişdi, Arif Hacıyev gəlmişdi. Onların təyin edici Pənah Hüseynov gəlmişdi. Təyin edici kadrlar bunlar idi. Onların hamısı da məni qəbul etmək istəmirdilər. İstəmirdilər. Eşinizi dostlar, reallıq bundan ibarətdir. Vəfa Quruzadə kimi bir adamı Elçibəyin ətrafı Elçibəy dəvət edir. Amma ətrafı qoymur. Onlar mənə rəqib kimi baxırdılar. Özü də Elçibəy ilə mənim şəxsi dostluğum onları qıcıqlandırırdı. Bəlkə Vəfaya birdən elə bir vəzifə verər ki, biz Damaskada qalarıq. Yəni Elçibəy dövründə mənim fəaliyyətim müstəqillik idi. Elçibəy tərəfindən dəstəklənən idi, lakin bunların heç birisi ilə bir iş birliyim yox idi.